Zaman formalarına aid test tapşırıqlarına baxacağıq. Birinci test tapşırığında biz couldn't find ifadəsində modal feilini görürük. Keçmiş zamana aid olduğuna görə cümlənin sonluğunu da elə keçmiş zamanla davam etməliyik. A variantı, B variantı, D variantı, Y variantı səhvdir. Düzgün variant C variantı olaraq qalır və ikinci test tapşırığında biz since bağlayıcısını görürük. Since işlənən hissə, yəni budaq cümlə keçmiş sadə zamanda olacaq. Buna görə biz A, B və D variantını silə bilirik. İkinci tərəfdən isə present perfect, indiki bitmiş zaman seçməliyik və burada biz bir zaman zərfini görürük for 3 years. Bax, C variantında indiki bitmiş zaman işlənib. Y variantında isə indiki bitmiş zamanı davam edici forması işlənib. Baxdığımız zaman zərfinə görürük ki, hərəkət artıq bitib. Davam edən bir hərəkət yoxdur. Ona görə C variantı düzgündür. Üçüncü test tapşırığına baxırıq. Biz burada when-i görürük. When olan hissədə biz has returned işlədə bilmərik. Returns və has-in uzlaşması düzgün deyil. Had returned işlənmir bu formada və qaldı A, C arasında qalırıq. Əslində C də düzgündür. Sadəcə biz cümləni tərcümə etsək görəcəyik ki, burada hadisələr belə deyək də eyni zaman çərçivəsində olub. Ona görə də biz A variantını seçirik. Amma öncəlik sonralı olsaydı biz C variantını seçə bilərdik. Dördüncü test tapşırığında biz baxırıq, burada after bağlayıcısı var. After bağlayıcısı olan hissə keçmiş bitmiş zamanda olacaq. Keçmiş bitmiş zamanda gördüyümüz kimi ancaq B variantında var. Digər tərəf baş cümlə isə keçmiş sadə zamanda olacaq. Cavabımız B. Beşinci test tapşırığında biz by the time bağlayıcısını görürük. By the time ifadəsində budaq cümlə olacaq keçmiş sadə zamanda və digər tərəf isə olacaq deməli keçmiş bitmiş zamanda. Məsələn, D variantı ümumiyyətlə uzlaşması düzgün deyil. Buna görə də B variantı düzgün hesab olunur. 6-cı test tapşırığında isə by the time yenidən bağlayıcısını görürük. Budaq cümləmiz olacaq bizim keçmiş sadə zamanda, digər isə keçmiş bitmiş zamanda olur. D variantı düzgündür. 7-ci test tapşırığında before bağlayıcısını görürük. Budaq cümləmiz olacaq bizim keçmiş sadə zamanda. Bu səbəbdən digər variantlar çıxırıq və bizim baş cümləmiz isə olacaq deməli keçmiş bitmiş zamanda. B variantı düzgündür. Və biz sonuncu test tapşırığımızda since zərfini görürük, zaman zərfini görürük. Since bildiyimiz kimi present perfect'in indiki bitmiş zamanın zaman zərfidir. Düzgün variant A.